Azərbaycan dilinə Ziya Bünyadova və Vasif Məmmədəliyevə aid olan bir tərcüməni oxuyuram. Quran-Kərimin 78-ci surə olan Nəbə surəsinin 33-cü ayəsi. Tərcüməni verirəm. Deyir, sinələri yenicə qabarmış, dolmuş, tumurcaqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər həm yaşıd qızlar veriləcək cənnətdə. Yəni bunu, amma mənim tərcüməmdə odur ki, və kavaybən atrab sözünə nə orada sinə sözü var, nə qız sözü var. Heç bir aidiyyatı yoxdur buna. Orada innə lil muttaqinə məfəzə deyir. Müttəqilər üçün qurtuluş vardır. O zaman deyirəm, soruşuram, ərəb dilinin qrammatikasına görə müttəqilərin içində qızlar da varmı, xanımlar da varmı? Var. Varsa qızlara da qızlar mı veriləcək? Yəni bizim cənnət təsəvvürümüz budurmu? Üzr istəyirəm, başqa bir məsələlərə gəlir. İki dəqiqə, yəni indi deyirsiniz tərcümə səhvdir. Əlbəttə. Bəs orijinalda nə veriləcək deyilir? Orijinalda verilib kəvaybən atrab. Kəvaybən atrab nədir? Baxın, ərəb dilində bir ayəni tərcümə ediriksə, kontekstdən çıxaranmarıq. Orada gəlir innə lil muttaqinə məfəzə hədəyiqə və ənəbə və kəvaybə atrabə və kəsən dihaqə. Gəlir ki, müttəqilər üçün, o yəni təqvalı insanlar üçün deyir. Qurtuluş yeri var, hədəyiq, bağlar var. Ənayib, üzümlüklər var və kavayb ətraf qoyuram, indi onu qıraq. Sonra deyir, bir kasa ilə dolu, məsələn, içəcəklər var və kəlsən dihəqədir. Bəs burada qadını necə çıxartdın? Kavaybən ətrafən orada əldə edilən, həmin o torpaqlardan, üzümlərdən əldə edilən məhsulların bir-birinə oxşar olmasından bəhs olunur. Niyə? Çünki ətraf sözü başqa ayələrdə də keçir. Torpaqdan əldə turab sözü, oradan gələn bir sözdür. Baxın, bu tərcümələri biz necə eləyək?